Dostlar salam və hər zaman kimi hər vaxtınız xeyir olsun. Bu gün sizə Samsung-un sentyabr ayında sadiq həvəskarlar üçün təqdim etdiyi Galaxy S25 FE modeli haqqında danışacağam. Bu icmalda Samsung-un hər il niyə FE sonluğunda bir smartfon istehsal etdiyini və bu ilki FE-nin almağa dəyər bir model olub olmadığını aydınlaşdırmağa çalışırıq. İlk olaraq elə bu FE sonluğundan başlayım. Mənası Fan Edition, yəni fanat versiyası deməkdir. Təbii ki, FE-lərin bu qədər sevilmə səbəbi məhz qiymətidir. Çünki performans və göstəricilərinə görə S ailəsinə yaxın olub daha münasib qiymətə bazara çıxırlar. Bu ilki FE də hər il olduğu kimi S ailəsindən daha çox S25 Plus-ı imitasiya edir. Daha doğrusu ötən ilki S24 Plus-la bu ilki S25 Plus arasında aralıq bir model kimi görünür. Bəzi elementlərini ötən ilki S24 Plus-dan, bəzi elementlərini bu ilki S25 Plus-dan götürübdür. Amma gəlin biz dəyərləndirməmizə qiymət məsələsindən başlayaq. Baxın, kontakt.az-da bu il təqdim olunan S25 Plus 256 GB-lıq daxili yaddaş seçimində 2000 manata satılır. Sentyabrda təqdim olunan S25 FE isə eyni daxili yaddaş həcmində 1440 manata, hətta 128 GB-lıq yaddaşlı versiyası 1300 manatdan satışa çıxır. Yəni arada 550, kiçik yaddaş həcmində isə 700 manatlıq bir fərq var. Məncə bu ciddi rəqəmdir və bu fərqə görə S25 FE nələr itirib, nələr qazanıb onu aydınlaşdırmaq lazımdır. Dizayn müqayisəsi aparsaq, əslində S25 FE elə təqribən S25 Plus ölçüsündədir. 180 qram ağırlıq, 7.4 mm qalınlıq və 6.7 düymlük böyük ekran. Hər ikisi gövdədə alüminium material istifadə edibdir. Lakin kəsinti tərəfi S25 FE-nin ön və arxada daha köhnə versiya olan Gorilla Glass Victus Plus şüşəsini istifadə etməsidir. Analoji material S25 Plus və S24 Plus-da Gorilla Glass Victus 2 idi. Başqa bir dəyişiklik hiss olunan element isə S25 FE-nin arxa kamera halqalarındadır. Hər nə qədər S25 Plus-la eyni düzülüşdə olsalar da, bu kamera halqaları və rəngi bu ilki yox, ötən ilki S24 Plus-dandır. Yəni Samsung fanatı olan diqqətli bir istifadəçi avtomatik kənardan bunu hiss eləyə bilər ki, sizin əlinizdə olan S25 Plus deyil, ya S24 Plus-dır, ya da S25 FE. Ekranların texnologiyaları və ölçüsü eyni görünür, amma burada da Samsung qiyməti aşağı salmaq üçün ya bəzi detalları dəyişdiribdir, ya da göstəricisini aşağı salıbdır. Dizaynda ekran qoruyucusundan danışdım, amma tək kəsilən detal bu deyil. S25 FE S25 Plus-dan daha az maksimum nits parlaqlığı və daha az piksel sıxlığına sahibdir. Düzü 700 manat fərqə görə 1900 nits parlaqlıq Full HD Plus keyfiyyətində olan ekran məncə göz yumulan kəsintilər siyahısındadır. Yəni bu xırda kəsintilərə o qədər də ilişmək istəmirəm, amma bir yaxşı tərəfini mütləq qeyd eləmək lazımdır. Bu ilki FE modeli panel olaraq ötən ilki FE-dən fərqli şəkildə LTPO tiplidir. Yəni S25 seriyasında olduğu kimi batareyasına qənaət üçün bu panel herzini 60-120 aralığında yox, 1 və 120 Hz aralığında adaptiv formada dəyişə bilir. Bu da sözsüz ki, flagman smartfonlara xas olan bir xüsusiyyətdir və S25 FE-də bu var. Uzun sözün qısası, qorunma, parlaqlıq və piksel sıxlığı istisna olmaqla tam olaraq S seriyası səviyyəsində bir panellə qarşımıza çıxır və mən şəxsən bəyəndim bu paneli. Daha bir xoş xəbər isə batareyasındadır. Galaxy S25 FE tam olaraq elə S25 Plus-ın batareyasını gövdəsində daşıyır. 4900 mAh-lıq bu batareya 45 Wh-lıq naqilli və 15 Wh-lıq naqilsiz formada enerji toplaya bilir ki, bu göstərici ilə 30 dəqiqə ərzində 65% enerjiya qalxır. Düzdür, Çin smartfonları ilə müqayisə etsəniz bu sizə aşağı görünə bilər, amma Samsung üçün çox yaxşı və önəmli nəticədir. Bu dəyərlərlə S25 FE ötən ilki S24 FE-dən həm tutum, həm də sürətli enerji tərəfində bir addım yox, 2 addım öndədir. Performans tərəfində məsələ biraz qəlizdir. Əgər xatırlayırsınızsa, ötən ilki Galaxy S24 FE cihazında Samsung o ilki S24 və S24 Plus-da istifadə etdiyi Exynos 2400-ın daha sadə variantı olan 2400i-ni istifadə eləmişdi. Yəni bir növ performansı cüzi də olsa aşağı salıb FE-ni əsas seriya ilə fərqləndirməyə bacarmışdı. Bu il isə Samsung S25 və S25 Plus-da Snapdragon 8 Elite istifadə elədi. Təbii ki, könül istəyərdi ki, bu ilki Galaxy S25 FE də Snapdragon seti ilə gəlsin, amma brend bu modelini ötən ilki FE-dən fərqləndirmək və gücünü artırmaq üçün Exynos 2400 istifadə edibdi. Yəni ötən ilki S24 və S24 Plus-da olan CPU bu dəfə özü, i variantı yox. Açığını desəm, Samsung bu il Exynos 2500 da təqdim edibdi. Düzdür, bunu Z Flip 7 kimi flagmanda istifadə elədilər, amma biraz sürpriz eləyib FE-yə bu prosesoru vermək də olardı. Mən düşünürəm ki, onlar 2500-ı gələnlə saxlayıblar. Biz yəqin ki, 2026-da S26 FE-də Exynos 2500-ı görəcəyik. Qısacası, növbəti kəsinti qiymətinə görə məhz prosesor tərəfində olubdu. Amma bu o demək deyil ki, Exynos 2400 performansına görə pis bir CPU-dur. Nəzərə alın ki, ötən il 2000
2000 manatdan yuxarı satılan S seriyasında yer alan bir CPU-dan danışıram. Əsas rəqibləri də Snapdragon 8 Gen 3 və Apple A18 Pro-dur. Razıyam, performans baxımından bu adını çəkdiklərimdən geridə qala bilər, amma 1300 manata satılan bir smartfon daxilində bir il əvvəlki flagman prosesorun olduğunu nəzərə alıb sonra dəyərləndirmək lazımdır. RAM yaddaşı 8 GB-dır. Mən əslində düşünürdüm ki, heç olmasa bu il F-ini 12 GB-lıq RAM-larla göndərəcəklər, amma ötən il olduğu kimi S25 F-ini 8 RAM-da saxladılar. Bu da bu ilin S25 seriyası ilə müqayisədə 4 GB az əməli yaddaş deməkdir. Daxili yaddaşı UFS 4.0, OTG girişi USB 3.2-dir ki, bunlar əsl flagmanlara yaraşan göstəricilərdir. Stereo səs, IP68 sudan, tozdan qoruma sertifikatı, eSIM dəstəyi, Bluetooth 5.4 kimi göstəricilər S25 F-ini qiymət segmentində top smartfonlardan biri halına gətirir. 1300 manata satılan hər hansısa bir smartfonda bu texnologiyaları tapmaq əslində çətin məsələdir. Gəldik S25 F-nin S25 Plus-dan yaxşı olduğu nadir detallardan birinə. Bəli, Galaxy S25 F-i S25 Plus-dan bir sistem daha çox yenilənmə alacaq. Niyə səbəbini izah edirəm? Samsung S seriyasının smartfonları üçün nə az nə çox düz 7 il sistem təminatı sözünü verir. S25 Plus-ın qutusundan Android 15, F-nin isə Android 16 ilə çıxdığını nəzərə alıb demək olar ki, 1300 manata satılan S25 F-i 2032-ci ildə Android 22-ni əldə edərək bir sistem yenilənməsi daha çox alacaq və işin maraqlı tərəfi odur ki, Samsung bunu 2023-cü ildə istehsal etdiyi bir prosesorla etmək istəyir. Eləyə biləcəkmi? Hər halda yaşayıb görərik. Kamera məsələsində S25 F-i həqiqətən möhtəşəmdir. Hər halda 1300-1400 manat aralığında satılan smartfonlarla müqayisə elədikdə inanılmaz göstəricilər təqdim edir. Çünki bu smartfon həm öndən, həm arxadan 4K 60 FPS video çəkə bilir. Üstəlik arxada 8K 30 FPS çəkim dəstəyi də var. Hansı smartfon modeli var ki, 1300 manata satılsın və 8K video çəkə bilsin? Təbii ki, S25 F-i bunu güclü prosesoru və kamera matrisalarına borcludur. Doğrudur, kamera dəyərləri birəbir S25 Plus-la eyni görünsə də, piksel və matrisa səviyyəsində müəyyən kəsintilər var. Məsələn, autofokus və OIS dəstəyi olan 50 megapiksellik f1.8 diafragmalı ana kamera sadəcə cüzi formada matrisa ölçüsündə S25 Plus-ın əsas kamerasından fərqlənir. 12 megapiksellik f2.2 diafragmalı ultra geniş bucaqlı kamerada S25 Plus-ın ultra geniş bucaqlı kamerası ilə eyni dəyərdədir. Sadəcə görüntünü emal edən pikselin mikron ölçüsündə fərq var. Başqa bir məsələ isə 3 qat optik yaxınlaşdırma edən telefoto kamerasındadır ki, bu dəyər f2-də 8 megapiksel, S25 Plus-da 13 megapikseldir. Amma ümumi görüntüsünü mən bəyənirəm. Diafragma aralığı yaxşıdır. f2.4. Ön kamera isə birəbir S25 seriyasında olan ön kameranın eynisidir. Ümumi olaraq foto və video performansı, göstəriciləri, rəngləmə və dinamik aralıq, portret və digər imkanlarını toplam dəyərləndirəndə mən deyərdim ki, Galaxy S25 F-i bu qiymətə, bu segmentdə ala biləcəyiniz ən yaxşı kameralı smartfonlardan biridir. Tam olaraq 4K 60 FPS və 8K 30 FPS flagman səviyyəsini hiss elətdirir. Amma bir əlavəni də deyim ki, 8K 30 FPS və 4K 60 FPS arxada yalnız əsas kamerada dəstəklənir. Digər iki kamerada maksimum göstərici 4K 30 FPS-dir. Long story short, yəni uzun sözün qısası, S25 F-də bəyəndiyim iki möhtəşəm komponent oldu. Birincisi kamera, ikincisi sistem. Bəli, kameralar xüsusilə arxada olan əsas və ön kamera möhtəşəm və iş görəndir. Sistem isə Samsungun ən son təqdim elədiyi Android 16 üzərində qurulan One UI 8-dir. Hələ 7 ildə yenilənmə alacaq və ən əsası Galaxy S25 F-i demək olar ki, Galaxy AI-in bütün süni intellekt xüsusiyyətlərini dəstəkləyir. Samsung hazırda bazarda süni intellekt imkanlarına görə Google-la paralel olaraq ən yaxşı həlləri təqdim edir və əgər siz Galaxy AI-ı tam, limitsiz istifadə edə biləcəyiniz bir smartfon axtarırsınızsa, S25 F-i sizi bu mənada xoşbəxt edə bilər. Qiyməti 700 manat azaldan kəsinti dediyim məqamların üzərindən bir daha keçsəm, yekunda S25 F-i S seriyasının orta boylu S25 Plus-ından fərqli olaraq ötənilki dizaynda kamera çərçivələrinə, daha köhnə ekran qoruyucu panelə, az piksel sıxlığı və orta parlaqlığa, ötənilki flagman prosesora sahibdir. RAM-ı da artırmayıblar. İnkişaf elətdirilən əsas detallar isə yüksək göstəricilərdə batareya, ön kamera sistemi, LTPO tipli panelə keçid və gövdənin daha incə formada hazırlanmasıdır. Dostlar, ümumi rəyim belədir ki, F-i adının haqqını verir. Həqiqətən də Samsungun üst səviyyə cihazlarını sevən, lakin flagmanlara o qədər də pul vermək istəməyən istifadəçilərin sevimli seçimi ola bilər. Xüsusən də yaxşı dizayn, premium gövdə, süni intellekt imkanları, stabil sistem, uzun müddətli yenilənmə siyasəti və üst səviyyəli ön və əsas kameralı cihaz axtaranlar rahat gedib S25 F-ini ala bilərlər. Amma
hansı yaddaşlı versiyasını? Bu ciddi sualdır. Çünki 1300 manata satılan 128 GB-lıq daxili yaddaşlı versiyadır. Əgər 256 GB-lıq yaddaşlı versiyasını istəsəniz, bu dəfə 1440 manat ödəməli olacaqsınız. Bu isə biraz düşündürür. Çünki üzərinə 210 manat qoyub 1650 manata S25-in sadə variantında almaq olar. Elə isə gəlin bunu rəylərdə müzakirə eləyək. Sizcə S25F-ni 1300 manata satılan 128 GB-lıq daxili yaddaşı ilə almağa dəyərmi? Yoxsa biraz daha üzərinə pul qoyub S25-in sadə variantını almaq daha yaxşı seçimdir? Rəyləri yazdıqdan sonra kanala abunə olub bildirişləri açmaq da yaddan çıxmasın. Bundan sonra hansı smartfonun icmalını təqdim eləyək, onu da yazmağı unutmayın.